Hər vaxtınız xeyir olsun əziz dostlar. Kitapçı podkastına xoş gəlmisiniz. Podkastımızın yeni bir bölümü ilə yenə də bir yerdəyik. Sizə xoş dinləmələr. Əziz dostlar, Kitapçı podkastının bugünkü bölümü digər bölümlərdən fərqli olacaq. Çünki adətən mən sizə kitabların qısa məzmununu danışıram, amma bugünkü bölümdə istəyirəm sizə bütöv bir hekayəni danışım. Bu hekayənin müəllifi 12-ci əsr İran ədəbiyyatının görkəmli nümayəndələrindən olan Şeyx Əttardır və hekayənin adı da belədir: Qədalığın çarəsi. Onu da deyim ki, gəda sözü burada dilənçi mənasında işlənir. Bilməyənlər üçün deyim ki, Şeyx Fəridəddin Əttarın bir çox əsərləri var və bu əsərlərdə o çox ləzzətli, maraqlı, ibrətamiz hekayələr yazır. Və mən bugün danışacağım hekayəni oxuyanda fikirləşdim ki, bu hekayəni mütləq siz əziz dinləyicilərim üçün də danışım. Çünki son dərəcə maraqlı və aktual hekayədir. Hətta o qədər aktualdır ki, elə bil hekayə günümüzdə yazılıb. Və bir şey də deyim ki, bu hekayə utopik janrda yazılıb. Bilirsiniz ki, bu janrda yazan bir çox dünya ədəbiyyatı nümayəndələri var. Platondan başlayaraq Francis Bacon, Thomas More, George Orwell və sairələri bu janra müraciət ediblər. Amma Şeyx Əttarın bu hekayəsinin fərqi ondadır ki, Əttar burada bir problem göstərir, problemin səbəbini göstərir və bir də problemi necə həll eləmək olar onu göstərir. Ona görə də məncə hekayə son dərəcə dəyərli və oxumaq üçün və yaxud da dinləmək üçün çox vacibdir. Ümid edirəm ki, bu hekayədən zövq alacaqsınız və sizin üçün də maraqlı olacaq. Beləliklə, başlayaq. Qədim zamanlarda bir şəhərdə Əliağa adlı 10 yaşında bir uşaq yaşayırdı. Bu uşaq bir dəmirçinin şagirdi idi və hər gün dəmirçi ona əlmuzda olaraq 10 şahı pul verirdi. Bir gün Əliağa kuzəni götürür və su anbarına su doldurmaq üçün gedəndə necə olursa yolda kuzəni salıb sındırır. Fikirləşir ki, əgər mən bu sınıq kuzə ilə ustamın yanına qayıtsam, ustam mütləq məni danlayar. Ona görə də qorxusundan küçənin kənarında oturur və başlayır ağlamağa. Bunu görən bir ağsaqqal Əliağaya yaxınlaşıb ona bir şahı pul verir və deyir ki, ay uşaq, götür bu pulu, amma ağlama. Əliağa deyir ki, ay dayı, siz mənə bu pulu niyə verirsiniz? Mən ki dilənçi deyiləm. Bu kuzə də ustamın idi, sadəcə onu salıb sındırmışam. Ağsaqqal deyir ki, nə olar, götür pulu, get təzə kuzə al və ustana ver, o da səni danlamasın. Sonra başqa bir qadın yaxınlaşır, o da Əliağaya bir şahı pul verir və o da deyir ki, get təzə kuzə al. Biraz keçir, başqa bir adam yaxınlaşır, o da pul verir. Bir qədər sonra başqa bir adam, sonra yenə başqa bir adam. Və Əliağa bir də baxır ki, yarım saatdır burada oturub və artıq 20 şahı pul qazanıb. Üstəlik də bunun üçün heç bir şey də eləməyib. Və sonra bir qonşu qadın evdən çıxanda o da sınmış kuzəni görür və evdən gedib təzə bir kuzə gətirib Əliağaya verir. Deyir ki, götür bu kuzəni, ver ustana. Əliağa deyir ki, artıq çox gec oldu, mən bayaqdan burada oturmuşam, indi ustamın yanına getsəm məni danlayar. Qadın deyir ki, eybi yox, gəl bir yerdə gedək, mən sənin ustanı başa salaram. Bir yerdə gedirlər dəmirçinin yanına, qadın dəmirçiyə deyir ki, ay dəmirçi qardaş, sən gəl bu uşağı danlama, gələn dəfə daha diqqətli olar. Dəmirçi deyir ki, çox yaxşı. Qadın gedəndən sonra dəmirçi Əliağaya deyir ki, oğlum, baxsan əgər kuzəni sındırmışdınsa, gərək gələydin mənim yanıma, mən də sənə təzə kuzə verərdim. Amma sən neynədin? Küçədə oturub qədalıq elədin, başqalarından kuzə diləndin. Mənə də belə şagird lazım deyil. Ona görə də götür bugünkü əlmuzdun olan 10 şahını və bir də bu dükana gəlmə. Əliağa heç nə demir və dükandan bayıra çıxır. Küçənin kənarında biraz dayanıb başlayır fikirləşməyə. Öz-özünə deyir ki, əvvəlcə gedim, o kuzə qırıqlarını yığışdırım ki, o yaxşı qadının evinin qabağı çirkli qalmasın. Gəlir, sınmış kuzəni yığışdırır, görür ki, indi evə getsə, ögey anası da işsiz qaldığı üçün onu danlayacaq.
başqa bir küçəyə gedir, sınmış küzəni divarın kənarına qoyur, yanında oturub və deyir ki, bir fal açım, görüm evə gedim yoxsa yox. Yerdə tez-tez bir xətt çəkir və sonra deyir ki, birinin adını qoyuram xeyir, birinin də adını şər. Əgər xeyirlə qurtarsa gedərəm evə, şərlə qurtarsa getmərəm. Xeyir və şər falını açır, görür ki, şər gəldi. Deyir ki, gözləyim görüm nə olur. Biraz keçir, bir kişi gəlir və soruşur ki, sınan küzə kimin idi? Əlyağa deyir ki, küzə dəmirçi ustamın idi, yolda sındırdım. Həmin adam da bir şahı pul verib və deyir ki, get təzə bir küzə al. Həmin gün axşam olur və Əlyağa evə gedir. Qorxusundan ögey anasına nə küzə, nə də işsizlik mövzusunda heç nə demir. Səhər gündə sınmış küzənin yanına gedir və bu minvalla dilənçiliyə adət edir. Uzun sözün qısası, cəmaət onu dilənçi edir. Heç kim savab qazanmaq üçün ona ağıl öyrətmir, ona dərs vermir. Elə hamı ona pul verir və deyir ki, sən dilən, təki biz savab qazanaq. Və küzəsi sınmış Əlyağa getdikcə başa düşür ki, nə qədər kasıb və çarəsiz görünsə, bir o qədər ona çox kömək eləyərlər, bir o qədər çox pul qazanar və cəmaatın da istədiyi budur ki, tək o çarəsiz və dilənçi qalsın. Hər gün daha bədbəxt görünmək üçün bir yol fikirləşir. Bir gün əlini şikəst göstərir, bir gün ayağını axsaq göstərir, bir gün paltarını çirkli eləyir, bir gün huşunu itirir və cəmaatdan daha çox pul qazanmaq üçün min bir hiylə fikirləşir. Beləliklə illər keçir, Əlyağa böyüyür və dilənçilikdən başqa heç bir işlə məşğul olmur. Hər kəs də onu Gəda Əli deyə çağırır. Gəda Əli bir neçə il öz şəhərində dilənəndən sonra fikirləşir ki, səyahətə çıxsın. O kənddən bu kəndə gedir, o şəhərdən bu şəhərə və bir gün o zamanlar çox məşhur və böyük bir şəhər olan Nişapur şəhərinə gəlib çıxır. Şəhərin qapısında gözətçi ondan soruşur. Kimsən? Nə işlə məşğulsan? Hardan gəlmisən və nə qədər pulun var? Gəda Əli deyir ki, heç nə, mənim adım Gəda Əlidir, Əbərqudan gəlmişəm, kasıbam, bədbəxtəm, biraz da pulum var. Gözətçi deyir ki, bəs bacardığın bir iş yoxdur? Gəda Əli deyir, nə üçün yoxdur? Biraz dəmirçilik bacarıram. Gözətçi deyir ki, çox yaxşı, şəhərə girə bilərsən. Amma diqqətli ol, Nişapurda dilənmə. Çünki cəmaət bu şəhərdə dilənçi istəmir. Gəda Əli deyir ki, əla, çox yaxşı. Amma keşikçinin sözünə inanmır. Getdiyi küçədə çörəkçi dükanının ağzında əlini uzadır və deyir ki, Allah sizə ömür versin. Mən kasıba bir parça çörək verin. Çörəkçi deyir ki, Allah sizə də ömür versin. Amma mən belə başa düşürəm ki, sən qəribsən və bilmirsən ki, bu şəhərdə dilənçilik qadağandır. Gəda Əli deyir, qadağan? Necə yəni qadağan? Kimsə ac olsa bəs neynəsin? Çörəkçi deyir ki, əgər kimsə acdırsa və çörəyi yoxdursa, gərək məhəllə naharxanasına müraciət eləsin ki, ona bir dəfəlik yemək versinlər. Gəda Əli naharxananın ünvanını tapır və ora gedir. Deyir ki, qəribəm, acam, çörəyim yoxdur. Onu yoxlayırlar və deyirlər ki, çörəyin yoxdur, amma pulun ki var. Əvvəlcə get bu pulları xərclə, sonra isə məhəllənin karxanasına müraciət elə ki, sənə iş versinlər. Burada heç kimə pulsuz çörək vermirlər. Naharxana da ancaq bir dəfə pulu olmayanlara yemək verə bilər. Gəda Əli deyir ki, bəs birdən kimsə xəstədir və işləyə bilmir? Deyirlər, o vaxt məhəllənin xəstəxanasına müraciət eləməlidir ki, onu müalicə eləsinlər. Əgər müalicə olunmasa, onu məhəllənin qocalar evinə göndərsinlər. Gəda Əli çarəsiz qalır və öz-özünə deyir ki, əşi bunlar hamısı sözdür, gedib cəmaatdan dilənərəm. Daha bir neçə gün şəhəri gəzir və bütün pullarını xərcləyir. Amma heç kimdən heç nə ala bilmir. Harda dua eləsə, cəmaat ona deyir ki, əgər dua bilirsənsə, özün üçün elə. Çünki biz də dua bilirik. Allah sənə də ömür versin, Allah özüvə yardım eləsin. Allah öz ata-anava rəhmət eləsin. Deyirdi, cümə axşamıdır, ayın ilk gecəsidir. Deyirdilər, ayın ilk gecəsindən son gecəsinə qədər bütün gecələr gecədir. Cümə axşamı da təkcə sənin deyil ki, gətirib onu satasan. Hamınındır. Və ayrıca cümə də 6 gün işləyənlər üçündür. Görürdü, olmur, qarğış eləyirdi, deyirdilər ki, biz də qarğış bilirik. Amma qarğış eləmək yaxşı bir şey deyil, insanları narahat eləmə.
və narahat eləsən, səni cərimə eləyərlər. Deyirdi acam, deyirdilər naharxana. Deyirdi xəstəyəm, deyirdilər xəstəxana. Deyirdi işsizəm, deyirdilər karxana. Gədayəli bildiyi hər bir hiləni işə saldı, amma heç kim ona heç nə vermədi. Bir gün bir küçədə başqa bir dilənçi gördü və sevindi. Bu dilənçiyə yaxınlaşıb dedi ki, ay qardaş, sən bu şəhərdə bəs necə dilənirsən? Mən neçə vaxtı bu cəmaatdan heç nə ala bilmirəm. Nişapurlu dilənçi dedi ki, bu şəhərdə qayda belədir ki, əgər kimsə səbəbsiz yerə dilənçilik eləsə, hakim tərəfindən cərimələnir. Bu şəhərdə dilənçilik qadağandır. Dilənçi yaratmaq və dilənçiyə də kömək eləmək də qadağandır. Gədaylı dedi ki, bəs sən niyə dilənirsən və səni niyə cərimələmirlər? Nişapurlu dedi ki, mən dilənçi deyiləm, mən təftiş idarəsinin işçisiyəm. Belə geyimdə küçədə gəzirəm və əgər kimsə mənə nəsə versə, mən də onu ədalət məhkəməsinə aparıram və onu cərimə eləyirlər. Gədaylı dedi ki, çox mənasız bir şəhərdir bu şəhər. Bəs cəmaat savab qazanmaq və sədəqə vermək istəyəndə neynir? Ay balam, bəyəm savab qazanmaq günahdır? Nişapurlu cavab verdi ki, yox, savab qazanmaq çox yaxşıdır. Amma hər kəs savab qazanmaq və sədəqə vermək istəyirsə, pulunu ehtiyac sandığına atır, o pullar yığılır və naharxanada ya da qocalar evində əlil və acizlər üçün xərclənir. Sağlam adam da işləməlidir. Hər məhəllədə bir karxana var ki, məhəllənin işlərini işsizlər arasında bölüşdürür. Gədaylı dedi ki, çox sağ ol ay qardaş, deməli bu şəhərdə işləməkdən başqa çarə yoxdur. Yoxsa mən başqa cür çörək pulu qazana bilmərəm. Gədaylı biraz fikirləşdi və səhəri gün əlinə bir vedrə aldı. Öz-özünə dedi ki, mən küçələri gəzərəm, bu vedrə ilə heç kim məni dilənçi saymaz. O vaxt sakit küçələrdə də dilənərəm. Əgər kimsə desə ki, gəl hovuzu təmizlə, deyərəm ki, ayağım ağrıyır, özümü pis hiss eləyirəm, özümü zəifliyə vuraram, axı cəmaatda mərhəmət var. Üstəlik qadınlar da kişilərdən daha mərhəmətlidir. Elə ki desəm ki, ay xanımlar, balalarınızın sağlığı üçün mənə yemək verin, mənə pul verin, bütün işlərim düzələcək. Beləliklə izdihamlı küçələri qoyub girdi bir dalana. Küçənin başından qışqırmağa başladı. Hovuz təmizləyən, hovuz təmizləyirəm, zibil aparıram, xalça çırpıram, ay hovuz təmizləyən, xanımlar, ay xanımlar. Küçənin ortasında bir nəfər evdən çıxdı və dedi ki, niyə qışqırırsan? Cəmaatı niyə narahat eləyirsən? Sən bilmirsən ki, burada qışqırmaq qadağandır? Axı sən insanları narahat eləyirsən. Əgər təftiş idarəsinin məmuru görsə, səni məhkəməyə aparar. İndi mən yaxşı adamam, səndən işim yoxdur. Amma diqqətli ol, küçədə qışqırma. Cəmaat öz evində rahat oturmaq istəyir. Gədaylı dedi ki, ay qardaş, əgər yaxşı adamsansa, Allah xatirinə mənə öyrət ki, mən neyniyim? Mən bu şəhərdə qəribəm və neyniyəcəyimi bilmirəm. Əgər hovuz təmizləmək pisdirsə, bəs taxta çubuq satmaq heç olmasa olar? Ev sahibi dedi ki, əlbəttə, əgər heç kimə bir ziyanı yoxdursa, hər şeyi alıb satmaq azaddır. Amma Nişapurda qışqırıb səs salmaq qadağandır. Əgər taxta çubuq satmaq istəyirsənsə, bir yerdə oturub səssizcə satmalısan. Cəmaatın qulağı olduğu kimi gözü də var. Əgər kimsə səndən bir şey almaq istəsə, küçənin başından gəlib görər və alar. Əgər istəməsə, gərək baş qulağı dinc olsun. Gədaylı dedi ki, baş üstə. Amma bir sualım da var. Bəs bu şəhərdə hovuzu kim təmizləyir? Ev sahibi dedi ki, hovuzu təmizləməyə məhəllənin iş şöbəsindən göndərirlər. Həmçinin zibil yığmaq üçün də oradan göndərirlər. Xalça çırpmaq üçün də dükan var. Paltar almaq üçün də müəyyən yerlər var. Küçələrdə qışqırmaq artıq köhnəlib. Gədaylı dedi ki, yaxşı. Bəs quru çörəkləri neynirlər, zibilə atırlar? Ev sahibi dedi, yox, zibilə atmırlar. Burada hər şeyin haqq hesabı var. Quru çörəkləri yığırlar və həftədə bir gün məhəllənin quşçuluq təsərrüfatından gəlib onları aparırlar. Pulunu da ehtiyac sandığına atırlar. Hər küçənin başında bir ehtiyac sandığı var. Belə olanda quru çörəklər çörəkçi dükanına getmir və saxta çörək də olmur. Gədaylı dedi ki, əla, bəs mənim kimi qərib olan, çörəyi olmayan,
Yatmağa yeri olmayan adamlar neyləsin? Ev sahibi dedi ki, ilk gün naharxanada yemək yeyə bilərsən. İlk gecə məhəllənin qəribxanasında da yata bilərsən. Sabahı gün işləyib pul qazanmalısan. Xülasə, bu şəhərdə dilənçiliyə yer yoxdur. Səbəbi də budur ki, cəmaət dilənçi yaratmaq istəmir. Gədaylı dedi ki, fikirləşib bütün tədbirləri görüblər. Naharxana, xəstəxana, quşçuluq təsərrüfatı, qocalar evi, ehtiyac sandığı, təftiş idarəsi, karxana, qəribxana, cəmaət dilənçi yaratmaq və dilənçiliyə kömək eləmək istəməyəndə iş bitmiş sayılır. Əvvəlində də öz cəmaatım məni dilənçi elədi. Mən dilənçi deyildim. Dəmirçinin şagirdi idim və adım da Əliağa idi. Mən gədaylı deyildim. İnsanlar özləri savab qazanmaq üçün məni dilənçi elədilər. Allah onlara lənət eləsin. Gədayəlinin yeməyə heç nəyi qalmamışdı. Səhəri gün məhəllənin xəstəxanasına getdi və dedi ki, xəstəyəm və kasıbam. Əslində hələ də işləmək istəmirdi. Onu müayinə elədilər və dedilər ki, yox, sən xəstə deyilsən. Əgər kasıbsansa, məhəllənin karxanasına müraciət elə. Gədayəlinin artıq heç bir çarəsi qalmadı. Karxanaya müraciət elədi, ona bir süpürgə verib dedilər ki, get filan küçəni süpür. Torpağı da torpaq qutusuna, zibili qutusuna at və nə vaxt qutarsan, gəl pulunu götür. Gədayəli gedib bu işi gördü və gəlib pulunu da aldı. Növbəti gün onu başqa bir işə göndərdilər, sonra başqa bir işə, yenə pul qazandı və uzun illər dilənçilikdən sonra artıq işləməyin ləzzətini və dadını gördü. Və bir gün axşam bir yerdə qaldığı otaq yoldaşına dedi ki, mən bugün öz-özümə bir əhd eləmişəm ki, daha heç vaxt dilənməyim. İstəmirəm daha mənə hamı gədaylı desin. İstəyirəm yenə də Əliağa olum. Əliağa getdikcə gördü ki, bu gündəlik işlər onu qane eləmir və daha böyük bir adam olmaq istəyir. Bir gün məhəllənin iş rəisinə dedi ki, bilirsiniz, mən dəmirçilik bacarıram. Dedilər, bundan yaxşı nə ola bilər? Onu atnalı düzəltdikləri dəmirçi emalatxanasına göndərdilər. Əliağa da yenidən dəmirçiliyə başladı. Bu emalatxanada kiçik bir şagird var idi. Su istəyəndə gedib kuzə ilə ambardan su gətirirdi. Əliağa həmişə ona sifariş verirdi və deyirdi ki, oğlum, çox diqqətli ol, kuzəni sındırma. Amma əgər sındırsan da, heç narahat olma. Kuzə sənə qurban olsun. Tez qayıt, başqasını verək. Əgər kuzə sınsa, heç vaxt onun yanında gözləmə. Tez qırıqları yığışdır, zibil qutusuna at və oradan qaç. Qaç. Həmkarları deyirdilər ki, ay Əliağa, sən kuzə üçün niyə bu qədər çox sifariş verirsən? Əliağa da cavab verirdi ki, mən elə şeylər bilirəm ki, sınmış kuzədən zəhləm gedir. Bir müddət Əliağa emalatxanada işlədi və həmkarları ona usta Əli deməyə başladılar. Bir müddət sonra onu bir neçə işçi ilə birlikdə Səbzivar şəhərinə göndərdilər ki, bir hakimin atlarına nal vursun. Səbzivar şəhərində kimsə onu iş paltarında gördü və elə bildi ki, dilənçidir. Əlini saldı cibinə və çıxarıb ona pul uzatdı. Usta Əli dedi ki, başa düşmədim, bu pul nədir belə? Yaşlı adam dedi ki, puldur da, bəyəm kasıb deyilsən? Usta Əli dedi ki, kasıb sən özünsən, mən çoxdan kasıb deyiləm. Mən işləyirəm və hörmət sahibiyəm. Sən indi yenidən məni dilənçi eləmək istəyirsən? Heyif ki, sən Nişapurda deyilsən, yoxsa səni məhkəməyə aparardım, səni yaxşı cərimələyərdilər. Yaşlı adam deyir ki, ay balam, cərimə niyə? Mən neynədim axı? Usta Əli də cavab verir ki, çünki Nişapur cəmaatı gəda yaratmaq istəmir və cəmaat gəda istəmədiyi üçün də Nişapur hakimi gədalığı çox asanlıqla müalicə edir. Əziz dostlar, bu hekayə burada bitir. Ümid edirəm ki, hekayədən zövq aldınız və düşünürəm ki, elə mənim ürəyimdən keçənlər sizin də ürəyinizdən keçir. İnsan belə hekayəni oxuyanda istər-istəməz arzu edir ki, kaş belə hekayələr dünyada hər yerdə oxunardı və insanlar bu hekayədən nəticə çıxardıb insan həyatını daha yaxşı eləmək üçün
ən azı bu hekayədə yazılanlar qədər iş görərdilər. Kitabçı podkastının bir bölümünün daha sonuna gəldik. Növbəti bölümlərdə görüşənə qədər. Hələlik.